Dostlar salam, mən bu günləri sizə hepatit C virusu barədə danışmaq istəyirəm. Mən danışınca siz də kanala abunə olun ki, kanalımız inkişaf eləsin. Hepatit C əsasən hansı yolla keçir? İlkin sual budur. Hepatit C-nin ən çox keçdiyi yol qanladır. Təkrar şprislərdən istifadə etdikdə və yaxud da manikür, pedikür, tatu, piercing prosedurların zamanı qeyri-steril alətlərdən istifadə etdikdə, həmçinin stomatoloji prosedurlar zamanı keçə bilər, qan köçürmə zamanı keçə bilər, amma qan köçürmə zamanı mən indiki zamanda risk minimuma endirilib. Çünki köçürülən qanlar hər tərəfli yoxlanılır. Bütün analizlər verilir, yoxlanılır və sonra köçürülür. Amma yenə də risk var. Cinsi yolla çox nadir hallarda keçir. Hepatit B ilə fərqli olaraq, hepatit C cinsi yolla çox nadir hallarda keçir. Amma kiminsə hepatit C-si varsa, evdə onun stolun ayırıb, yeməyin, qabın ayırmaq lazım deyil. Evdə olan əşyalardan, qablardan, dəsmaldan hepatit C keçmir, dostlar. Hepatit C-nin keçmə yollarını mən sizə dedim. İndi keçək digər məqamlara. Ümumiyyətlə, yer kürrəsində 58 milyon insan hepatit C-dən əziyyət çəkir. Bu rəsmi rəqəmlərdir hələ. Hər ildə 1 milyon yarım insan yoluxur hepatit C virusuna. Hepatit C virusunun kəskin dövrü var. Ümumiyyətlə, inkubasyon periyod deyilən bir şey var. Yəni, inkubasyon dövr. İnkubasyon dövr odur ki, virus orqanizmə düşdü və neçə müddətdən sonra o virusu analizlə aşkar eləmək olar. Hepatit C orqanizmə düşdükdə ən azı 2 həftədən sonra aşkar eləmək olar. Bəzi hallarda 6 aya qədər inkubasyon dövr davam edir. Yoxladıqda hepatit C yoxdur. Çünki hələ ki antitellər inkişaf eləməyib. Antitel isə nədir? Virus orqanizmə düşəndən sonra həmin virusla mübarizə üçün bizim immun sistemimiz başlayır antitellər sintez eləməyə ki, o virusla mübarizə aparsın. Və bu antitellər bizə harada lazım olur? Bu antitellər analiz zamanı ilkin olaraq biz antitelləri görürük. İFA üsulu var, immunoferment analiz deyirlər, İFA. Həmin analiz olunduqda biz antitelləri görürük. Virusun öz miqdarından xəbərimiz yoxdur. Yalnız İFA üsulu müsbət olarsa, bu halda PCR analizi verilir və kəmiyyət keyfiyyət deyirlər. Və virusun sadə dildə desək miqdarı təyin olunur. Və yalnız bundan sonra müalicə olunur. Çünki İFA üsulu bəzi hallarda yalançı müsbət nəticə də verə bilər. Yalançı mənfi vermir. Əgər mənfi çıxdısa, deməli yoxdur. Amma müsbət çıxdısa, keyfinizi pozmayın. PCR analizi vermək lazımdır. Ümumiyyətlə, PCR müsbət çıxsa belə keyfinizi pozmaq lazım deyil. Çünki indiki zamanda hepatit C müalicə olunur. 2 aylıq sxemlə müalicə etmək mümkündür. Lakin hepatit C virusu müalicə etdikdən sonra belə qanda olan bayaq dediyim antitellər ömürlük qalır. Ona görə yenə də təkrar İFA üsulu ilə yoxlasanız, müsbət çıxacaq. Baxmayaraq ki, virus artıq öldürülüb, virus bitib. Yəni, bu da təhlükəlidir, analizdir, antiteldir, qanda çıxır, ömürlük qoy çıxsın, heç nə olmaz. Əsas vaxtında müraciət etmək lazımdır. Əgər siz, mən əvvəldən dediyim prosedurlardan keçmişsinizsə, manikür, pedikür, tatu, piercing, stomatoloqa müraciət etmişsiniz, mütləq bir müddətdən sonra hepatit C analizi verin. Çünki hepatit C virusu klinik əlamətləri yoxdur demək olar ki, pasiyentlər xəstəxanaya gəlib çıxanda artıq sirroz əlamətləri ilə gəlib çıxırlar, qaraciyər problemləri ilə gəlib çıxırlar. Ümumi zəiflik, halsızlıq, ultrasəs müayinəsi, elastografiya zamanı sirroz əlamətləri çıxır, qaranda maye yığılır, buna assit deyirlər. Bəzi hallarda qida borusu damarlarının qanaxması baş verir. Qaraciyər ensefalopatiyası baş verir, yəni artıq beyin sıradan çıxır. Bu əlamətlərlə pasiyentlər gəlir və müayinələr zamanı səbəbini axtaranda aşkar edirik ki, pasiyentdə hepatit C var. Ona görə dostlar, ən azından heç olmasa ildə bir dəfə hepatit C analizi verin.
İnanın, vaxtında hepatit C analizi verilsə, vaxtında müalicə olunsanız, heç bir təhlükəsi yoxdur. Amma sirroza gəlib çıxıbsa, təbii ki, mütləq ən azı 6 aydan bir nəzarət olunmalıdır həm hepatit C-nin virusun vəziyyətinə, həm qaraciyərin vəziyyətinə və daimi müalicə olunmalısınız. Ona görə yenə təkrar elədiyim kimi, ən azı heç olmasa ildə bir dəfə hepatit C virusuna analiz vermək məsləhətdir. Təbii ki, qərar sizindir. Mən yalnız məsləhət verirəm. Videonu sona qədər izlədinizsə, kanala abunə olun, kanal inkişaf eləsin. Tək sağlam olun, tək yaxşı olun. Çox sağ olun, minnətdaram.